adamlar var ki, günü bu günlərdə kvartirada yaşayırlar. Nə var ki, evi remont olunmuyor. Burada vallahi belə deyək də, bu binanın fikrini çəkməklə o qədər çəkdilər, heç ondan da xəstəlik tapdılar, dünyalarını dəyişdilər. Şikayət elədiyimiz yer qalmayıb, hətta Həzrət Abbas ərizəsi də yazmışıq biz. Elə adamlar var ki, heç görmədilər. Yəni rəhmətə getdilər, görmədilər. Evə sahib çıxa bilmədilər. Baxıb gördük ki, burada bir neçə insanlar yığılıb. Adamın ürəyi ağrır, inanın ki, insanların haqqı tapdalanır. Allah'a da xoş gəlməz. Nə qədər insanlar əziyyət çəkirlər. Elə ailə var ki, axırıcı manatda qədər bura pulun qoyub. Nəticə də budur. Xahiş olunur, bu məsələ həll olunsun. Çox ciddi məsələdir. İnsanların haqqı var tələb eləməyə. Çox xahiş edirəm. Böyük haqsızlıq, Allah'a da xoş gəlməz. 15 yıl bundan önce təhvil verilməliydi. Maalesef yani bu ona ötürmək, o buna ötürmək, bu ötürək gəlib çıxıb bu bugünkü günə. Mən bu evi alanda uşaq üstü oxuyurdu, 2 il oxuyurdu. 2 üstü qutarıb, magistraturanı qutarıb hələ ev hazır görür. Bugün burada gördüyünüz adamlar 3 katı ola bilər. Bugün qadınlar günüdür, bundan istifadə edib. Buradakı bəylərin hamısını, xanımlarını, ailə üzvlərini təbrik edirik. Bugün maalesef bu gəliblər burada. O xanımlar haqq üçün gəlib. Halbuki evdə oturub, bunlar kimsə bayramı təbrik eləməliydi. Nə deməkdir bu? Onda oturub evlərində rahat. Amma olmayacaq. Biz indiyə qədər şikayət eləmişik. Müəyyən qurumlardan hesab kitab alıblar, bu iş örtülür. Belə olmayacaq. Haqq səsimizi nə vaxt ki bu hazır olacaq, ondan cəmaət buradan dağılacaq. Yəni biz bugünkü gündə buradakı o çox adam xəstəsi olan var, yəni müəyyən səbəblə iştirak edə bilmirlər. Hər kəs bilsin, mən qonşularımıza deyirəm. Lazım olsa hər gün düşəcək. İki dəfə Fuad Ələsgərovun qəbulunda olmuşuq. Bir dəfə Şahmar Mövsümovun qəbulunda olmuşuq. Bir dəfə Mehriban xanımın qəbulunda olmuşuq. Yəni özləri iddia edirlər ki, yəni nə edirsiniz ki güya? Gedirsiniz deyir, şikayət edirsiniz. Gəlirlər qurumdan çağırırlar bizi. Gedirik orada pulun veririk, çıxırıq. Yəni hər dəfə eyni şey. Deyirik, problemlərimizi deyirik, amma ki xeyri yox. İstiqlaliyyət 19'a dedilər məktub aparın, atın. Ən önəmlisi oradır. Getdik, orada məktub atdıq. Amma bir xeyri görmədik. Yəni məktub atdıq, 200 nəfər adamın, sakinin imzası ilə 200 nəfər adam yığılmışdı, hamısı imzaladı, apardıq, atdıq. Bir ortaqda bir şey çıxmadı. Heç kim, hansısa bir qurum gəlib demədi ki, hə, bu nə məsələdir, niyə burada əziyyət çəkirsiniz? Özləri deyirlər ki, yəni niyə görə saxlamışıq? Çünki sənədi vermirlər. Yəni binanın rəhbərliyi deyir ki, yəni sənədi vermirlər deyənə, bu dövlət qurumları sənədi vermir deyə ona görə saxlamışıq. Qalmışıq. Yəni biz də bu günləri yaşayırıq. Bu binada yaşayırıq biz. Yəni bu binada qaz yoxdur. Su vaxtla verirlər, qaz ümumiyyətlə yoxdur. Yəni ev bumbuzdur, 500 manat işıq pulu gəlir. Bu ay 501 manat 76 qəpik işıq pul gəliblər. Yəni qaz yoxdur deyənə işıqla qızdırır. İndi bu dəqiqə xəstəyəm, yəni nəfəs səsim çıxmır. Qaz yoxdur, işıqla qızdırırıq deyənə normal da qızdıra da bilmirik. Cimimizin pulu da gedir. Hansısa bir normal bir MTK gəlsin, tiksin. Normal bir nə bilim holding gəlsin, nədirsə də indi o gəlsin, onlar tiksinlər buranı, bir təhvil versinlər. Bu qədər sakin. Yəni burada bir 100 dənə sakin var. Ondan başqa bu kompleksdə 4 dənə bina var, 4 dənə, opşi bir yerdə 5 dənədir. Biri tikilib, natamam şəkildə. Bu 4'ü qalıb, 4 dənə bina hamısı satılıb. Yəni satılmayan ev yoxdur bu binada. Hamısı şikayətçidir. Yəni insanlar yəni bu 500 dənə ailədir, yəni 500 ev var burada. 500 dənə ailədir, hamısı elə adamlar var ki, heç görmədilər. Yəni rəhmətə getdilər, görmədilər, evə sahib çıxa bilmədilər. Elə adamlar var ki, yəni hamısı xəstədir, ya gələ bilmirlər. Yiyə dura bilmirlər, o qalsın bir qırağa. Yəni adamlar var ki, günü bu günlərdə kvartirada yaşayırlar. Nə var ki, evi remont olunmuyor. Sənəddə də yazılıb ki, 2 il ərzində təhvil verilməlidir. 2006'da başlayıb bura, 2007-ci ildə. 2009'da təhvil verilməliydi. 2025-ci ildir. 2026 gəlir, hələ kompleks tikilməyib. Kompleks yarımçıq. Bizim kompleksimiz 5 binadan ibarətdir. Kompleksdir. Qarda çox üzr istəyirəm, deyir, yaşayırıq.
Çox üzr istəyirəm Yusif və burada yaşayanlardan əgər yaşamaq demək mümkünsə. Qaz yoxdur, lift arada işləyir, bina təhvil verilməyib. Çöldən zəhmət olmasa binanı da çəkərsiz, fasadı görsənər. Yerdə qalan 4 bina isə 2000, mən özüm 13'də ev almışam buradan. 2013, bu da 25, bu 12 il eləyir. Məndən köhnə alanlar da var. Düzgün buyurdu ki, hələ alıb evin görməyib rəhmətə gedənlər qonşularımızı da tanıyırıq burada. Bizim xahişimiz odur ki, adiyyatı qurumlarda bu binaya bir əncam çəkilsin, tikilsin. Yəni bu 12 ildir, tikilməyən o qədər bina gördük, 3 il, 5 il dayandı hər hansısa bir səbəbdən. Sonra nə tərsi oldu, başqa MTK tərəfindən tikildi. Bizim müraciətimiz, bizim problemimiz burada hamımızın eynidir. Bu bayram günü bizim burada yığışmağımız, qardaş qadınlar dedi, qadınlar yuxarıda deyə aşağıda qaldı. Bəli, bayram günü qadınlar da durub gəliblər bura. Bizim problemimiz eynidir. Bizim xahişimiz, tələbimiz ondan ibarətdir ki, kompleksimiz normal şəkildə təhvil verilsin. Biz bir il, indi para il yarım bilmirəm, tikinti nə qədər çəkirsə o qədər. Yəni biz kompleksimizi tələb edirik. Bizim tələbimiz bundan ibarətdir. Və xahiş edirik ki, bu adiyyatı orqanlar baxsınlar və yardım göstərsinlər bu sahədə, bu yöndə bizə. Səhv eləmirəmsə, torpağın kupçası yoxdur. Problem sənətdədir. Yəni bu sənət hər halda ki, düzələn bir şeydir də. Bunu nətər deyim, istəsələr əgər dövlət istəsə o sənəti həll eləyər və burada 400-500 ailənin problemi həll olar. Mən bunun üçün xahiş edirəm dövlətdən, dövlət başçımızdan ki, bizim sənət məsələmiz həll olsun. 2012-ci ildə mən müqavilə bağlamışam bu D blokuna. 13 ildən artıq keçirdi. Hələ heç. Natamam bir bina tikiblər, natamam. Olan yaşayan sakinlərdə heç ona yaşamaq demək olmaz. Burada məndən əvvəl də qeyd elədilər. Çox pis vəziyyətdə. Qaz yox, su fasilələrlə, işıq fasilələrlə. Bir qırıq işıq yüklənəndə atır, xaladenlik yanır. Nə bilim də belə cəmaatın məişət cihazları yanır. Şikayət elədiyimiz yerdə qalmayıbdı. Mən xüsusilə də bir dəfə bu prokuraturaya getdik, korrupsiya idarəsinə. Mən orada öz iradımı bildirdim ki, onlar bizdən deyir ki, siz geri şikayət edirsiniz, biz də pulumuzu verib çıxırıq. Az qaldı orada prokuraturanın nümayəndəsi polis çağıra məni tutdurar ki, siz niyə bizim işimizə ləkə salırsınız, ləkəliyirsiniz, qiymətləndirmirsiniz. 3 ay bundan qabaq şikayət vermişik. Heç bir nəticə yoxdur. Bir prokuraturadan bir nəfər gəlib bir nəfəri çağırıb deməyibdi ki, bu iş hardadır, nə tər olub, necə olub, necə. Pullarını alırlar, bizi də buraxırlar bu, belə deyək də, bu dələduzların əlində qalmışıq. Bizə millətə bir sahib çıxan olacaq, olmayacaqdır. Deyirlər sənəd yoxdur. Sənəd yoxdur, bu sənəd bir belə şikayətçi var, bir belə millət gözləyir. Biraz bunu tezləşdirsinlər, nə olar? Bu dövlətin əlində deyil. Biz bu dövlətin nümayəndəsi deyilik, milləti deyilik. Burada vallahi belə deyək də, bu binanın fikrini çəkməklə o qədər çəkdilər, heç ondan da xəstəlik tapdılar, dünyalarını dəyişdilər. İndi gözləyirlər ki, biz də dünyamızı dəyişək. Bundan qabaq da dedilər, indi bunlar nə kələyə əl atıblar. Bu cəmaatı bezdirirlər ki, qoy gəlsinlər, desinlər ki, pulumuzu verən, hə başınızda dönüb, qadanızı alın, biz sizdən qutaraq. Pullarını verirlər, o vaxt mən 500 manata almışam kvadrat metrin. 13 il keçibdi. 13 ildən bəri nə qədər qiymət dəyişibdi. Mənim pulum yatıb burada. İndi mən məcburam ki, bu binanın da sahibkardan pulumu alam, qəpik kuruşumu. O da üstünə $1000, 1000 manat qoya, əlavə qazanç qazanır. Bizim bədbəxtçiliyimizdən bunlar pul qazanmaq istəyir. Hökumət hardadır? Birimiz birinə bir şapalaq qusaq 50 dənə hökumət nümayəndəsi tökülür ki, sən vətəndaşı təhqir eləmişsən, böyümüsən. Bir belə millət əziyyət çəkir. Bunlar hardadır?